Dekabrın sonuna doğru bu bürclərə pul gələcək. Dekabrın sonuna doğru maddi axının güclənəcəyi, gözlənilməz gəlir, bonus, borcun qayıtması və ya uğurlu imkanlar əldə edəcək bürclər bunlardır. 1. Oğlaq. Ayın son 10 günü oğlaqlar üçün qarşılıqlı olan zəhmətin bəhrəsini gətirir. İş yerində əlavə ödəniş, il sonu mükafatı, rəhbərlikdən təşviq və ya yeni gəlirli təklif mümkündür. Buğa. Buğalara dekabrın son həftəsi pul qapıları açılır. Gözlənilməyən mənbədən gəlir, satış, müştəri artımı və ya maliyyə dəstəyi ola bilər. Xüsusilə 26-30 dekabr arası şanslıdır. 3. Şir. Şirlərə ayın sonuna yaxın bonus, yüksək ödənişli iş və ya uğurlu razılaşma düşür. Bir müddətdir gecikən pul bu dövrdə gəlir. 4. Tərəzi. Dekabr sonu tərəzilərin maliyyə nəfəsi dövrüdür. Köhnə layihə pul gətirə, borc qaytarıla və ya sürətli gəlir sağlayan bir fürsət açıla bilər. 5. Oxatan. Ayın son günləri oxatan üçün şanslı maddi təsir daşıyır. Qısa müddətdə gələn qazanc, ekstra gəlir və ya əlavə işdən pul mümkündür.